Salam dəyərli müəllimlər. MİQ və sertifikasiya imtahanlarında 100% düşən mövzulardan biri olan yaş məsələlərlə bağlı maraqlı bir qəbul sualının ətraflı izahına baxırıq. Hazırda 33 yaşında olan Fuad, Sadiqin indiki yaşında olarkən Sadiqin yaşı indiki yaşının yarısına bərabər idi. Sadiqin indiki yaşının rəqəmləri cəmi neçədir? Baxanda görürük ki, məsələdə zaman anlayışı var. Hazırda indiki zamandan söhbət gedir, yaşına bərabər idi. Keçmiş zamandan söhbət gedir. Şəxslər olaraq baş hərflərini qeyd edək. Fuad və bura yazırıq Sadiq. Zamanlarımızı qeyd edək. Deməli, indiki zaman, indi. Burada yazıram keçmiş. Keçmiş. Bu formada məsələyə yanaşmaq müəllimlər bizə çox böyük köməkliyi göstərəcək. Hazırda 33 yaşı var. Fuadın yaşına yazıram 33. Əla. Sadiqin indiki yaşı. Sadiqin indiki yaşını bilmirəm. Mən Sadiqin indiki yaşını 2x götürəcəm. Təbii ki, x də yaza bilərsiniz, bir problem yoxdur. Amma niyə 2x olduğunu deyəcəm sizə. İndi Fuad Sadiqin indiki yaşında olarkən, deməli 2x olanda Sadiqin yaşı indiki yaşının yarısına bərabərdir. 2x-in yarısı da 1x-dir. Amma siz bura x yazsanız, gərək bura 2x, 2-də 1x yazardınız. Yenə də doğru olacaqdı. Niyə görə 2x yazdım? Yarısı deyəndə tam ədəd alınsın deyə. Gəldik məsələmizin əsas hissəsinə. Yaş məsələlərində iki şəxsin fərqli zamanda yaşlarını biliriksə, deməli bizim məsələmiz hazırdır. Yaş məsələlərində ən əsas qayda zaman keçdikcə yaş fərqinin dəyişməməsidir. Fuad və Sadiqin keçmiş zamandakı yaşlarını bilirik, indiki zamandakı yaşlarını bilirik, sadəcə fərqlərini bir-birinə bərabər eləyəcək. Keçmiş zamandakı fərqlər 2x çıxılsın x, bərabərdir ki, indiki zamandakı fərq 33 çıxılsın 2x-i. X bərabərdir 33 çıxılsın 2x-ə, 3x bərabərdir 33, x də bərabər 11. X-i 11 tapdıq. Sadiqin indiki yaşının rəqəmlər cəmi soruşur. Sadiqin indiki yaşı buradır 2x. 2 vurulsun 11 bərabərdir 22-yə. Bunda rəqəmləri cəmi 2 üstə gəlir 2 bərabərdir 4. Doğru cavab elədir A variantı.